Hər vaxtınız xeyir olsun bir daha Sabir. Xəbər verdiyimiz kimi, bəli, biz hazırda Yasamal rayonunun Həsənbəy Zərdabi küçəsində obyektlərdən birində baş verən yanğınla əlaqədar belə deyək, ən son informasiyaları çatdırmaq üçün biz hadisə yerindəyik. Mən vurğulamaq istəyirəm ki, bir qədər öncə də biz canlı yayım zamanı bildirdik ki, insanların təxliyə prosesi həyata keçirildi və hələ ki xəsarət alan yoxdur ən son məlumatlara görə. Amma istərdim ki, bu barədə ümumiyyətlə yanğının detalları barədə əsas məlumatı müsahibim Ruslan Pirəlizadə çatdırsın. Ruslan bəy Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşıdır. Ruslan bəy, ümumiyyətlə istərdik ki, ətraflı məlumatları sizdən əldə edək. Məlum olduğu kimi, Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə Yasamal rayonu Həsənbəy Zərdabi 74 ünvanında obyekt yanması barəsində məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin, eləcə də xüsusi riski xilas etmə xidmətinin qüvvələri cəlb olunmuş. Yanğından Mühafizə Xidmətinin çevik reaksiyasının nəticəsində yanğın qısa müddətdə söndürülmüşdür. Yanğın nəticəsində binanın qeyri-yaşayış sahəsində 60 kvadrat sahədə müxtəlif təyinatlı obyekt, yanar konstruksiyaları tam yanmış, ona bitişik 300 kvadrat metr sahədə ambar mühafizə olunmuşdur. Üstünün yuxarı mərtəbələrə dolması nəticəsində bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Təşəkkür edirik ətraflı məlumat üçün. Bəli, Sabir, mən bir daha qeyd etmək istəyirəm ki, hazırda ilə gördüyünüz arxada bu çox mərtəbəli yaşayış binasının aşağı mərtəbəsində baş verib yanğın və yaşayış obyektində deyil, hansısa bir ofisdə yanğın baş verib, amma təbii ki, bu səbəblə yuxarı tüstü qalxıb və insanlar müəyyən dərəcədə zərər görüb, amma dediyim kimi, ən son məlumatlara görə hələ ki xəsarət alan yoxdur, amma bu barədə daha detallı məlumatlar ictimaiyyətə açıqlanacaq. Hələ ki, hadisə yerindən ən son informasiyalar bunlardan ibarətdir Sabir. Biz sözü yenidən sizə ötürürük. Buyurun. Təşəkkür edirəm Zeynəb, ətraflı məlumatlara görə belə.